Senin tükünün renginde dünyada ikinci bir kadında ya kişi de olabilmez. Senin gözünün renginde o yer gözün içini açsan, ona baksan o kadar bütün renklerin çalarları var sen hanım. Onu bilmirler hiç kimse. Biraz ala gördü, kara göz değil. İkinci bir adam da yoktu. Derinin renginde bir atadan anadan olsun, kardeş bacının hiçbiri birbirine uygun gelebilmez. Parmak izinden ikinci bir adam da olabilmez. Kan grubu, o 4 kan grubu kan köçülme içindi. Milyarlarla 70 milyar kan grubu var. Hı. Allah insanı ya kadın ya kişi individuum, şahsiyet yaradı. Bu dünyada o kadar ağır eziyetler görürük ki neler çekirik ve bu dünyadan ölüme giden de necə tülkü kimi gedirik hanımı. Ona yataklandık, buna yataklandık, puldan ötürü. İnanırsan, o kadar mən o dövrdə, o kadar hanım, mən aclıq görmüşəm 5 gün. İnanırsan, may ayının axırı idi özə imtahan verdim, tələb edim. İnanırsan, o yaşıl yarpağı sarı görürdüm. Aclıq kimi dünyada mən elə şey görməmişəm həyatım. 5 gün ac qaldı. Heç nəyi. Aclıq qədər insana ziyan olan bir şey yoktur. Yani bunu deməkdə məqsədim odur ki, insanlar bax bu mədəsi üçün, bir də bu cındır geyimi üçün baş əyirlər hər şey. Yəni yaşamaq uğrunda Yox, mübarizə o edilir. mübarizə deyil. Mübarizə eləmirsən axı. Sən orada yaltaqlanırsan, əl Yenə çalırsan. də acsan onu deyə yalanla. yaltaqlanırsan axı. Bax, söhbət ondan gedir. Acsan deyə, həyatda qalmaq üçün. Həyatda qalmaq üçün belə. Bəs buradan həmin fikrinizi bilmək istəyirəm. Azad qadın sizcə indiki dövrdə kimdir? Azan kadın mənim yoldaşım. Dinlə. Yaxşı, sizin yoldaşınızdan başqa azad qadın kimdir? Qalanları vallahi zəhərləri bilər onun. Yo, sizcə azad Mən- qadın yo- məişətdəki azadlıqdan söhbət gedir? Söhbət məişətdə yox xanım. Azad qadınsan, sən nədirsən burada? Sən azad qadınsan. Çünki mən pul qazanıram. Mən məsəl üçün düşünürəm ki, iqtisadi azadlıq insanın əsl azadlığıdır. Bəli, Ki bəli. istədiyi vaxt gedə bilir. bəli, Mənim üçün gənc olaraq azadlıq bu deməkdir. bəli, elə. Sizcə azadlıq, bax indiki dövrdə azad qadın deyəndə nə gəlir ilk Bəlkə ağlınıza? sənin fikrinə keçir ki, azadlıq qadın getsin, kiməsə səsə gəlsin. O da bir variantdır da, başqaları üçün. O başqa, ona başqa deyirlər. Hə. Demək istəmirəm. Hə. Buradan onun adı başqa şeydir. Amma bu azadlıq deyil O də. azadlıq deyil. Sizin o kimi ziyalı, əxlaqsızlıqdır. yaxşı, sizin kimi ziyalı birin necə düşünür? Azadlıq nədir? Əxlaqsızlığı məsələn, Azadlıq odur ki, yoldaşınla, qohumları bütün hamısı, hamı bax ailədə bir-birini çox istəyir, səmimi söhbətlər olur, səmimi debatlar olur, bu elm işlər xarakterdir gedir. axı Rəşid müəllim. Bu Nə? xarakterdir. Ailədəki qadının ailədəki Yox, təkcə missiyası. ailədə yox. Gəlmisən buraya, nə edəcəksən burada? Pul qazanmağa gəlmisən, düzdürmü? Aha. Düzdür, Nə üçün? qazanmıram hələ YouTube-dan. Aha, yəni xanım, siz bax bu azadsınız ona görə ki, sənin bunlar var, sən gəlirsən burada, sənin həyat yoldaşın varmı? Var. Sən Özü doktordur. Ha, nə gözəl. Allah Mansur saxlasın. Xəlilov. Buradan da salam deyirəm. Salam söyləyirəm. Allah qorusun onu. Çox sağ ol. Çox Uroloqdur. bilsin ki, onun gözəl bir, qabiliyyətli bir insan kimi təfəkkürlü bir qadını var. Var olasın. Qadınların çoxu Niyə bu belə niyə belə ümidsizsiniz nədən? qadınlarla bağlı?